Axşamınız xeyir. Əziz səhifə izləyiciləri, bir daha sizdən üzr istəyirəm. Gec başladığıma görə yenə texniki səbəblərdən kompüterə qoşa bilmirdim. Mən dünən yazımda sizə söz vermişdim ki, baş prokurorla baş tutan görüşüm, onun gedişatı və ona dediklərim hamısını sizin diqqətinizə çatdıracağım. Səs var yəqin. Mən məlumat üçün bilməyənlərə bildirim ki, mən dəfələrlə vəkillikdən xaric olunmuşam. Sonuncu da 2013-cü ildə vəkillikdən xaric olundum. 2020-ci ildə Avropa İnsan Haqları Məhkəməsi haqqında qərar qəbul edilmiş bütün məhkəmə qərarlarını ləğv etdi. Və 2 il müddətində mən burada vuruşdum ki, vəkilliyə bərpa edəyəm. Ancaq ölkə prezidentinin müdaxiləsindən sonra mənim vəkilliyə bərpa edilməyim mümkün oldu. Vəkilliyə bərpa edilməyim mənim artıq vəkil işləməyim demək olmadı. 2022-ci ildən bu günə qədər təxminən məndə 12 iş olubdur, 11 ya 12 iş. Bu işlərdə də mənə yaxınlaşan hər bir vətəndaş o əli hər yerdən üzüləndir. Artıq pulunu hər yerə xərcləyib, rüşvətini hər yerə verir. İmkanı tam tükənəndən sonra itirəcək heç bir yer olmayanlar mənə yaxınlaşırlar. Mən 2022-ci ildən 4 dəfə baş prokuror Kamran Əliyevlə görüşmüşəm. Heç kimə elə gəlməsin ki, bu görüşlər asan başa düşüb, başa gəlibdir. Mən o görüşləri keçmək üçün bütün o instansiyaları keçmişəm, müraciətlərimi etmişəm. Və bu 4 görüşün heç birində mənim qaldırdığım problemlər həll olunmuşdur. Sonuncu 4-cü görüşdə də mən elə Kamran Əliyevin özünə dedim ki, mən özümə hörmət edən şəxsəm. Mən anlayıram ki, hansısa bir qanun problemi olanda prokurorluqda yaxud digər orqanlarda baş prokurorla görüşürsənsə də bir görüşdən məsələ ya həll olur, ya bəlli olur ki, ya həll olmalı. Amma bu 4 görüşün hamısı da olub, hər dəfə də mənə söz verilibdir ki, qaldırdığınız problemləri anlayırıq, başa düşürük, göstəriş verəcəyik ki, diqqətlə araşdırsınlar. Ondan sonra yenə başlayıbdır mənim təxminən 1 il gedib gəlməyim. Müstəntiqi, idarə rəisi, şöbə rəisi, idarə rəisi, müavinlər yenə heç nə alınmıyıbdır. Axırıncı görüşümüz bizim subota gününə təyin olunmuşdu saat 4-dən. Sonra mənə dedilər ki, baş prokuror işi çıxıb. Ona görə bazar günü saat 1-də sizi qəbul edəcək. Bazar günü saat 1-də gəldi. Mən hər dəfə gedəndə səhifə izləyir. Bu cür papkalarla gedirəm. Yəni, bütün işlərin arayışlarını hazırlayıram. Bir papkanı verirəm baş prokurora ki, qarşısında olsun, baxa bilsin. İkinci papka üzrə işə özüm işi məruz edirəm. Dünən yenə çıxdığım işlərlə bağlı olan qanunsuzluqları bir-bir sadaladım, hamısını. Konkret faktlarla, konkret korrupsiya əməllərinlə, kimlər nə edir, ona görə ki, Azərbaycan balaca ölkədir. Burada kim nə edir, onu az müddətdən sonra hamı bilir. Və mən o görüşdən ümidim az olsa da mən hesab edirdim ki, Ali məhkəmədə olan görüş kimi bir faydası olacaq. Ona görə ki, mən Ali məhkəmədə birinci dəfə təxminən 2 il bundan qabaq görüş oldu. Ali məhkəmə rəhbərliyi və vəkillər kollegiyası rəhbərliyi və bəzi vəkillər. 2 il bundan qabaq mən bəzi problemləri qaldırdım ki, vəkilliklə bağlı hansısa problemlər var. Sonraki müddətdə mən həqiqətən o problemlərin bəzilərinin həll olunduğunu gördüm. Axırıncı görüş bu il 26 noyabrda oldu Ali məhkəmədə. Artıq Ali məhkəmənin sədri, məhkəmə hüquq şurasının bütün üzvləri, vəkillər kollegiyasından da təxminən 20 nəfər. 4 saata yaxın görüş davam etdi.
Və o görüşdə mən artıq tək faktlar yox, korrupsiya əməllərində iştirak edən, o cümlədən həmin o iclas zalında olanların bir-bir üzünə hansı qanunsuzluqları ediblər, konkret işlər üzrə sadaladım. Bir neçə dəfə sözümü kəsmək istəsələr də, İnam Kərimov hər dəfə müdaxilə elədi ki, konkret faktları sadalayır. Qoyun qulaqsa, ona görə ki, bizə elə konkret faktları heç bir adma-ad və konkret deyən yoxdur. Mən burada da bunu gözləyirdim, amma əvəzində başqa şey gördüm. Baş prokuror o konkret faktları ki, deməyə başlamadım, adma-ad. Birdən açdı, coşdu, başladı məni ittiham eləməyə. Sən prokurorluq işçisən, gücün bizə çatır. Mən bir neçə dəfə yazılarım da olubdu prokurorun qanunsuzluğu ilə bağlı. Onları yada saldı. Başqa orqanları görmürsünüz və ilaxır. Düzü mən özümə hörmət edən adamım. Mən orada da baş prokurorun o səsini o cür atıb üstümə keçməyə, mənə az qala təhqir etməyə, təhqir etməyə. Və mən gördüm ki, polislər də yaxınlaşdı. Düz o məqamda ağlıma gəldi ki, o 2 aprel 2017-ci ildə mənim heç məhkəmə zalına girmədiyim halda məni xuliqan eləyib, haqqımda cinayət işi qaldırdılar. Belə biraz çəkindim ki, yəqin yenə eyni ssenari olacaq. Şükür Allah elə olmadı. Amma mən orada baş prokurora demişdim ki, mən sonuncu dəfə sizin yanınıza gəlirəm, bir daha gəlməyəcəm. Və bundan sonra sizin başçılıq etdiyiniz prokurorluqda sizin də bildiyiniz halları, onu görə ki, mən hər dəfə həmin halları onun diqqətinə çatdırmışam. Mən bir daha canlı yayımda sadalayacağım və çox istərdim ki, mən məsuliyyətimi dərk eləyirəm. Baş prokurorun ölkədə hansı vəziyyətdə olduğunu da bilirəm. Hər sözümə cavab deyəm, ona görə mən cavab verməyə hazıram. Böhtən atıram, yalan danışıramsa da məni məsuliyyətə cəlb etsinlər, hazıram onun hamısını. Bir daha səhifə izləyicilər, sizə bir şey deyim mən. Mən hakim də işləmişəm, məhkəmə sədri də, prokurorluqda da, vəkillikdə də. Mən sizə bir şey qəti deyirəm. Əgər həqiqətən Respublika prokuroru qanun keşiyindədirsə, baş prokuror yerindədirsə da, bütün orqanlarda olan o korrupsiya hallarını dəfələrlə azaltmaq olar. Bir şeyi başa düşün, bir şeyi bilin. Daxili İşlər Nazirliyində də, Dövlət Təhlükəsizliyi Nazirliyində də, vergilərdə, bu dəqiqə hər orqanlarda bir istintaq hərəkəti yaradıblar. Onların hamısında qanunun aliliyinə nəzarət edən baş prokurorluqdur. Bugün bizim gördüyümüz bütün özbaşınalıqların hamısının başında duran baş prokurorluqdur. Əgər baş prokuror və onun tabeliyiciliyində olan işçilər öz peşə borçlarını layiqincə yerinə yetirsələr, bugün biz gördüyümüz qanunsuzluqlar olmazdı. Bir daha zəhmətlərim sizin hamınıza bir şey deyim. Biz hamımız, mən çoxlarını da sosial şəbəkədə bəzi faktlar da olur, mənə müraciət edirlər ki, bu qanunsuzluqlar, bunu araşdırın və ilaxır, asırlar, kəsirlər. Mən araşdırıram onları və çox vaxt görürəm ki, sosial şəbəkələrdə bir çoxları bəzən bu sosial şəbəkə imkanlarına sui-istifadə edirlər. Öz maraqlarına uyğun olaraq bəzi faktları şişirdirlər, yəni başqa cür deyirlər. Mən sizə bir şey deyim ki, mənə müraciət edən bütün müştərilərlə mənim bir şərtim olur. Mən ancaq 100% haqlı olduğunuz işdə sizin qanuni hüququnuzu qoruyacam. Qanunsuz mən başqa vəkillər kimi cinayət törətmiş şəxsin cinayət əməlinə don geyindirib məsuliyyətdən yaxa qurtarmasına köməkçi olmayacaq. Mən sizə kömək eləyəcəm ki, qanun imkan verdiyi çərçivədə hüquqlarınız qorunsun və sizə qarşı orqanlar tərəfindən hər hansı bir qanunsuzluq olmasın. Mənim bu işləri də baş prokuror mərzu elədiyim də hamısı o işlərdəndir. Mən o işlərdən indi ikisini sizin diqqətinizə çatdıracağım və xahiş eləyəcəm, həm də mən əminəm ki, bu verilişi elə baş prokurorluq işçilər də izləyirlər. Mən çox istərdim ki, cavan, gənc prokurorlar onlar bir şey başa düşsünlər ki, insan o vaxt güclü olur ki, əgər o qanuna riayət eləyirsə də. Mən hər hansısa bir qanunsuz əməlim olsaydı, mən bu addımı heç vaxt atmazdım.
Əziz səhifə izləyiciləri, bugün diqqətinizə çatdıracağım son vaxtlar Adi Ramiz Meytev işində hallanan Elton Məmmədovla bağlıdır. Yəqin yadınızdadırsa da bir müddət əvvəl Elton Məmmədov bir təksib də vermişdi ki, mən heç bir məsuliyyəti alınmamışam, eləməmişəm. Amma onun haqqında 3 milyondan artıq akademiyada qısa müddətdə işləyəndə yeyinti var idi. Və sonra görünür etiraf elədi ki, bəli, mən yemişəm, amma qaytarmışam. Əziz səhifə izləyicilər, 3 milyon yox, 30 min pul hər hansı bir məktəb direktoru ya nə bilim, həkim bir yerdə yeyinti olanda dərhal həbsə atırlar. Elton Məmmədov at oynadır. Mənim göstərəcəyim işdə isə siz qanunsuzluğun miqyasını təsəvvür edə bilməzsiniz. Mən məşğul olduğum iş bu qədər. Yəni bu illərlə apardığım işdir. Mənə 25 aprel 23-cü ildə yaxınlaşıb Lübov Bağırov adlı bir qadın. Bunun əri Elxan Bağırov 90-cı ilin əvvəllərində Rusiyada o vaxt Sverdlovsk ayrılan yerdə Uralmaş zavodunun baş direktoru müavini işləyirdi. Və orada bütün Rusiyada olan maşın qayırma zavodlarında böyük əlaqələr olubdu. Və bu işi götürməyə əsasən də ona görə oldu ki, yoldaşı izah elədi ki, müharibədən əvvəl 90-cı ilin əvvəllərində Elxan Bağırov öz imkanlarından istifadə edib Azərbaycana çoxlu Ural zavodları maşınları göndəribdi. Mülki maşın kimi göndərdiyi Ural maşınları hamısı hərbi təyinatlı olubdur və Qarabağ müharibəsində istifadə olunubdur. Bunu o vaxt hərbi sənayedə, Müdafiə Nazirliyində olanlar hamısı bilir ki, Elxan Bağırov bir Azərbaycanlı balası kimi müharibə dövründə Azərbaycana kömək edir. Və bədbəxtçilikdən həmin illər bu Ziya Məmmədov və Elton Məmmədov qardaşları ilə tanış olur. Bir müddət keçir, təxminən 2010-cu illərdə buna təşkil edirlər bu Məmmədov qardaşları ki, sən gəl burada şirkət yarat, əlaqələrin böyükdür, Rusiyadan bura texnika, avadanlıq vurcunan böyük pullar qazancıdır. Bu da aydın məsələdir ki, öz marağını güdür və şirinliklənir. İki müqavilə bağlayırlar. Biri 18 milyon, biri də təxminən 10 milyon. 18 milyon olan müqavilə bağlanan kimi Elton Məmmədov deyir ki, Ziya Məmmədov nəqliyyat naziridir, mənim qardaşımdır. Cavid Qurbanov Azər yolda işləsə də onun imkanları məhduddur. Mən Ziya Məmmədov köməkliyi ilə sənə bu malların müqavilənin pulunu köçürməsini təmin edəcəm. Amma buna görə 20%-ni bəri başdan ödəməlisən. Yəni 18 milyon 20%-i bu təxminən 3 milyon yarım dollar edir. Əvvəlcə bu Elxan Məmmədovdan, Elxan Bağırovdan bunun təxminən 3 milyonluq əmlakını alırlar. Və Elton Məmmədov həmin əmlakı öz adamının adına keçirir. Yəni əmlak addan ada keçirir. Burada sübuta ehtiyac yoxdur. Sübut bəllidir ki, bu əmlak olubdur Elxan və Lüba Marozovaları, sonra keçibdir Elton Məmmədov. Ondan sonra 2 dəfə zəng eləyir dalbadal. Yenə deyir 1 milyon lazımdır, 1 milyon lazımdır. Bir dəfə zəng eləyir Beynəlxalq Banka Elton Məmmədov. Lüba Bağırovaya heç bir təminat olmadan 1 milyon dollar pul verilir. Həmin 1 milyon dolları Lüba sürücüsü, bankın inkasatoru 1 milyonu necə alırlar? Heç bir təminat, heç bir zaminlik, heç bir girov qoyulmadan inkasator götürür, bu aparırlar, verirlər Elton Məmmədova. 1 milyon bir dəfə verirlər aeroportda. İkinci dəfə 1 milyonu götürüb aparırlar Elton Məmmədovun evinə. Bunlar hamısı sübuta yetirilir. Mən bu işlə məşğulam 25 aprel 23-cü ildə. Bu işlə bağlı ən azı 3 dəfə Kamran Əliyevin qəbulunda olmuşam. Ki, iş üzrə vermişəm orderimi ki, mən vəkiləm. Ərizəni təqdim edib bu faktları ki, təxminən 5 milyon dollar, 5 milyon bu adamlardan yeyilibdir. Ərizə verirəm. Və bu dava gedir. Mən 6 ay o iş üzrə bütün sənədlərin araşdırmasını məşğul olandan sonra müraciət etmişəm baş prokurora.
Baş prokurorluq götürüb işi. Üstündən təxminən 24-cü il zəng eləyib, yenə bu işlə bağlı məşğul olurdum. Orxan adlı korrupsiya idarəsinin müstəntiqinə. Məni elan elədi ki, Lyuba Bağırova sizdən imtina eləyibdir. İmtina eləyib. Zəng elədim Lyuba Bağırovaya. Mənə elə danışığından başa düşdüm ki, bu məcbur edilir də baş qoşmadım. Bunun üstündən təxminən bir müddət keçdi. 3 onda Orxan. Sonra Lyuba gəldi yanıma Kəsan müəllim. Orxan var idi, vəkil, müstəntiq. O mənə dedi ki, Aslan İsmailov sənin vəkilin olasın, sən heç nə almayasan və hər dəfə də baş prokurorun adından danışırdı. Ona görə mən sizdən imtina elədim. Xahiş edirəm, yenidən bizi müdafiə edə. İkinci orderim. Birinci orderi göstərdim. İkinci order artıq 23 may 25-ci ildə mən bağlayıram. Yenidən gedirəm Kamran Əliyevin qəbuluna. Ben Kamran Əliyevin özünə deyirəm ki, Kamran müəllim, ben keçmiş prokuror işçisiyəm, vəkiləm, çox biraz özümə hörmət eləyən adamam. Mən bunun ətrafında mübahisə qaldırıb problem yaratmaq istəmirəm. Sizdən xahiş edirəm. İşçilərinizə tapşırın ki, belə qanunsuzluq etmək olmaz. Yox, mən bilmirəm, xəbərim olmuyor. Və ilaxır, yenidən hərçənd ki, Lyuba Bağırova məndən imtina etməmişdən bir gün əvvəl Kamran Əliyevin qəbulunda olur. Heç bir prosedurda heç nə olmadan. Mən Kamran Əliyevin qəbulunda oluram ki, qanunsuzluq davam edir və ilaxır göstəriş veriləcək səhərsi günü qəbul edir Lyuba Bağırovanı, onu qəbul etmək üçün. Onun əlində şöbə rəisin rədd qərarıdır, yoxdur. İdarə rəisi rədd verməlidir, onunla görüşməlidir, yoxdur. Baş prokurorun müavini ilə görüşməlidir, yoxdur. Birbaşa baş prokurorla görüşür. Yəni bu təşkil olunubdur. Məndən imtina elədi, oldu. Artıq ikinci dəfə müqavilə bağlayanda hamısını nəzərinə çatdırdım ki, bu yaxşı deyil. Xahiş edirəm, mənim vəkilliyimi davam etdirəm. Bu mənim yeni orderim. Siz, və bu da yeni ərizəm. Siz xahiş edirəm, işin davam etdirilməsinə göstəriş verin. Mən gəlirəm, çıxıram işə yenidən. Artıq bu dəfə Hikmət adlı olur. Korrupsiya idarəsinin mühüm işlər müstəntiqi. Bir neçə dəfə oluruq. 5 avqustda növbəti dəfə mən baş prokurorla görüşəndə mənə baş prokuror dedi ki, Aslan müəllim, mən xahiş edirəm, indi orada o Elton nəsə verir, biraz güzəştə geçsin, o qədər vermir, az versin. Hərçənd ki, bu baş prokurora yaraşan söhbət deyil. Amma mən baş prokuror deyir, ona görə gəldim işə, Lyubaya da dedim ki, Lyuba Məmmədovaya, Bağırovaya ki, mən gəldim, artıq bu işlə məşğul olmaq istəmirəm, səndən artıq dərəcədə xahiş edirəm. Nə verirlər onunla razılaş ki, mən artıq bu işlə boğaza yetmişəm, abrım tökülür. 5 avqustda bizim görüşümüz oldu. Müstəntiq Hikmət familiyasının yadından çıxdı. O aşağıda bizi qəbul elədi. Elton Məmmədov orduydu. Mən Lyuba Bağırova. Orada yenə başladılar ki, azdır, çoxdur. Mən bir sübutları sadaladım müstəntiqə. Ki, bax, burada ən azı 3 milyon yarıma qədər pul birbaşa sənədlərlə təsdiq olunur ki, bunun təsdiqinə artıq ehtiyac yoxdur. Elə orada da dedim ki, mən xahiş edirəm, o 5 milyondur, 7 milyondur. Bu Lyuba Bağırova bankdan götürdüyü pullara görə Lyuba'nın çıxışına zada qadağa qoyurlar. Bankçılar bunun nəyi var, hamısını satdırıb əlindən alıblar. Satılacaq heç bir şey yoxdur. Bu həmin o bank girovlarını bağlamaq üçün indi tələb edir. 5 avqustda orada görüş olanda mən bunu dedim, bir də müstəntiq məndən xahiş edir ki, Aslan müəllim, onlar biz üçümüz söhbət edirik. Dedim, baş üstə. Və mən də dedim ki, xahiş edirəm, nə verirlər, razılaşa çıxsın, geçsin. Mən çıxdım, gəldim, elə çıxdım, gözlədim bayırda, təxminən bir yarım saatdan sonra çıxdılar. Lyuba dedi ki, mən razılaşdım, hər şeyi qutardı, razılaşdıq, oradan çıxdım, gəldim. Onun üstündən təxminən 4 ay keçəndən sonra
Ben bir daha buradan deyirəm səhifə izləyicilər. Bu dediğim bütün her sözün arkasında ben dayanırım. Lüba geldi yanıma çalsam mənim. Orada onun siz çıxandan sonra mənə baş prokurorun adından hədə qorxu gəldilər. Sənin başına bu oyun açacaq, o qədər pullar hardandı? Sən niyə oradan gətiribsən? Sən rüşvət vermək istəyirsən, rüşvət verdiyinə görə səni tutacaq. Mən də dedim, nə verirsiniz? Mənə dedi, barışıq sazişi imzalatdılar. Bu barışıq sazişi 8 avqustda. Bu etibarnamə Elton Məmmədov verir. 8 avqustdakı həmin əmlakı verir ona. Bu əmlakın arayışı ki 775 minlik buna göyə əmlak veriblər. 8 dekabr müddət bitir. Elton Məmmədov bu dekabr Elton Məmmədov Ramiz Beytev işində keçər. Bunun heç bir əmlakını vermirlər və yenidən həmin o Lübov Bağırova mənim yanıma gəlir. 2 dəfə məndən imtina eləyəndən sonra 3-cü dəfə gəlir. Və mənə ərzə yazır. Ərzə ilə gəlir ki, bunu necə məcbur eləyiblər. Hamısını imzalayır 20 noyabrda. Mən deyirəm, ged əl yazma ilə yaz, əl yazma ilə də gətirir. Və mən bunların hamısını əl yazma ilə ki, mən sizə söylədim, hamısını deyir ki, baş prokurorun adından bir dəfə Orxan, ikinci dəfə Hikmət mənə hədə qorxu gəldi ki, siz Elton Məmmədovun əl çəkməsə sənin özünü tutacaq. Ona görə mən imtina etməli oldum. Bax, mən bunları Kamran Əliyevin diqqətinə çatdırdım. Çünki baş prokurora yaraşan hərəkətlər deyil. Müstəntiqə də yaraşan hərəkət deyil. Onun rəisinə də yaraşan hərəkət deyil. İdarə rəisinə də, baş prokurorun o sahədə muavini olana da yaraşan hərəkət deyil. Mən prokurorun işçisi olmuşam, əziz səhifə izləyicilər. Mən belə şeylər görməmişim. Kısaca şəkildə yenə Elton Məmmədov gelir və Lüba Marozova yazılarında da yazır. Öz də mənə deyir ki, Elton Məmmədov dəfələrlə mənə deyir ki, prokurorluq mənim cibimdədir. Sən çox eləyəsən, başqa oynatacaq. İkinci bir iş. Yenə Elton Məmmədovlarla bağlı. Ziya Məmmədov və Elton Məmmədovun bacısı, qızı Könül Məmmədova var. Mənə müraciət edib Əliyev adlı bir adam. 5 iyun 24-cü ildə müqavilə bağlamışam ki, bunu təxminən 500 min manat məbləğində bu Könül, Elton və Ziya Məmmədovların bacısı qızı atıbdır. Bunun atası da qardaşı işləyir Bakı prokurorluğunda, atası da vaxtı ilə Nəqliyyat Nazirliyində bütün bu yanacağın hamısının müdürü olubdur. Satışa ev çıxardıbdır 12 milyon dollara dəniz kənarında. Ben gedirəm Xətai polisində işlə tanış olmağa, mən yaxınlaşanda görürəm ki, ondan artıq zərər çəkən var. Nə baş verir, hörmətli səhifə izləyicilər? Həmin o Ziya Məmmədovun deyək, bacısı qızını himayə edən atası, qardaşı, bilmirəm kimlər, bütün o zərər çəkən kimlər ki, şikayət eləməyibdir, hamısını polis vasitəsilə gətirdirlər. Məcbur edirlər ki, ərzə yazın, şikayətimiz yoxdur. 100 min alana 20 min verirlər, 30 min verirlər, 50 min alana 10 min verirlər. Hamısından ərzə alırlar ki, bizim şikayətimiz yoxdur. Mən bu qanunsuzluğun hamısını gördüm, yenə baş prokurora dəfələrlə yazı yazdım. 4 aprel 2025-ci ildə bu il, 4 mart işi baş prokuroru aldı, verdi korrupsiya idarəsinə. Respublika baş prokurorunun korrupsiya idarəsinə. 1 ilə yaxındır, həmin iş oradadır. Heç bir addım atan yoxdur bu iş üzrə. Mən səhifə izləyicilər, mən Ziya Məmmədov, Elton Məmmədovların Ramiz Beytev işindən başqa nə yuvanın quşu olduğunu bilirəm, cinayət aləminlə əlaqələrini çox yaxşı bilirəm, güclərini yaxşı bilirəm. Mən bu ölkədə İstəmirəm ki, vətəndaşlar desinlər ki, kimlərinsə qarşısına bir də deyək, zəlil iş, kimlərəsə toxunmaq olmaz, kimlərisə qurdalamaq olmaz.
Mən müqavilə bağlayıramsa da həmin işi öz həyatım sayıram və sona qədər o işlə gedirəm. Eyni bu işlə bağlı Kamran Əliyevlə görüşdə onu dedim. Ona dedim ki, mən sizə ərizə yazmışam. 29 avqustda Xətai rayonunda bu iş aparan, yəni bütün o cinayətləri törədən Ülvi Hadiyev adlı müstəntiq olubdur. Bildiyimə görə onu naziri özü, prokurorluqdan olmadan naziri özü kənarlaşdırıbdır. İndi bilmirəm, çıxardıblar, çıxartmayırlar. Amma baş prokurora müraciət etmişəm. Ona görə ki, işlə korrupsiya idarəsində tanış olanda mənə müstəntiq dedi ki, bu iş üzrə bizə zərər çəkən sizsiniz. Deyirəm, baxın, mən onun zərər çəkəni polisdə gözümlə görmüşəm. Deyir, iş materiallarında yoxdur. Müstəntiqdən xahiş edirəm ki, yoxdur, araşdırın, sorğu verin, tapın. Zərər çəkənlər var, bunun hamısını görüblər. Heç nə eləmir. Baş prokurora bunu deyirəm ki, mən sizə 29 avqustda ərizə yazmışam ki, həmin müstəntiq haqqında cinayət işi qaldırın. Onun əvəzində baş prokuror mənim üstümə çıxır. Mən bu ölkədə nə özüm kimisə üstünə çığırmamışam, mənim sərvətlərlərim. Nə kimsə mənim üstümə çığıra bilməz. Ona görə ki, mən heç vaxt qanunsuzluq eləməmişəm. Özümü həmişə aparma qaydalarını bilirəm. Heç kimə səsimi qaldırmamışam. Başqa məsələ ki, özümə qarşı heç kimin səsini qaldırmağına imkan da verməmişəm. Bundan sonra da verəsi deyiləm. Mən 68 il şərəflə yaşamışam. Bundan sonra da şərəflə yaşayasıyam. Mənim haqqımda 3 dəfə cinayət işi qaldırdılar. Nələr mənə ya, büyünün özündə də Ramiz Mehdiyev, Əli Həsənov yaramazları, büyünlərim, ekranları bəzəyənlər yenə mənim Sumqayıt işi ilə o xalqıma qarşı, dövlətimə qarşı törədilmiş cinayəti ifşa edən mən, büyündə o mənim haqqımda yazanlar ki, o batırıbdır, Ramiz Mehdiyev, Əli Həsənov diktəsinlə. Həmin adamlar yenə at oynadılar. Hər səhvə izləyicilər. Mən buradan deyirəm, bilirəm ki, bunu baş prokuror da izləyir. Mən onunla bir dəfə heç vaxt görüşəsi deyiləm. Heç vaxt qəbuluna gedəsi deyiləm. Ona görə ki, mən özümə hörmət edən adamam. Amma bu işlə bağlı, baş prokurorluqla, o cümlədən baş prokurorla bağlı məndə çoxlu işlər var. Mən bunların hamısını mənlə kimsə də, məsul şəxslərdən görüşəcəksə də, mən onlara bir-bir o faktları daha qəlizlərini, dəqiqlərini diqqətlərinə çatdıracağım. Yox, mən deyək, sosial şəbəkə imkanlarından istifadə edib, ajiyataj yaradım, hakü salım, elə şəxslərdən deyil. Mən məcbur olanda onu edirəm. Bir, ikinci, mən nə edirəmsə dövlətim üçün edirəm. Mən istəmirəm ki, mənim dövlətimdə kimlərsə də at oynatsın. Elton Məmmədovlar mənim 4 il işlədiyim prokurorluqda desin ki, prokurorluq mənim cibimdədir. 3 milyon yev dağıdır, sonra həsizcasına bəyanat versin ki, mənim haqqımda heç bir iş yoxdur. Prokurorluq həmin dəqiqə onu həbs etməliydi. Amma heç prokurorluqdan səs çıxmadı. Sadəcə Elton Məmmədov dedi ki, 3 milyon oğurlamışsın, geri qaytarmışam. Buradan bir daha təkrar edirəm. Hörmətli prokuror işçiləri. Və 30 min, 50 min oğurlayanı siz necə həbs atırsınız? Oğuruyub 3 min. Oğuruyubdur, ödəyibdir, cəzanı yüngülləşdirəcən haldır. Qalanı nədir? Əziz vətənlərim, əziz səhifə izləyiciləri. Mən bu cür ürəkli çıxış eləməm. Mənim ağlım başımdadır. Yaşımı da bilirəm. Səhhətimdən də xəbərim var. Bu ağılsız adam deyiləm. Amma mən dövlətimə güvənirəm ki, Azərbaycan dövləti var. Onun qanunlarını şərəflə ləyaqət eləyənlər qorunmalıdır. Hesab edirəm ki, bu günə qədər mənim həbs olunmamağımın səbəbkarı birinci növbədə Prezident İlham Əliyev. Mən də Prezident İlham Əliyevin bütün çıxışları yadınızdadırsa da müharibə vaxtı mən müharibədən əvvəl deyəndə ki, müharibə başlayacaqdır. Əksəriyyət məni ittiham edirdi ki, Aslan İsmailov İlham Əliyevin adamıdır və onu qorumaq üçün hakimiyyətini cəmaatı yuxuya verir. Gördünüz, başladı da suverenliyimizi, torpaqlarımızı qaytardıq da
Ben bu gün də bilirəm ki, İlham Əliyev artıq insanları rifah halına bağlı göstəriş verir. Amma tək İlham Əliyev heç vaxt heç nə edə bilməz, onu yanında saxlayır. Məni kimi, sizi kimi haqqını müdafiə edən vətəndaşlar olmasa, İlham Əliyev tək başına heç nə eləyən deyil. Mən vəkillərin görüşlərində də gördüm orada. Səhv etmirəmsə, bircə vəkil, Əkrəm idi, İkram abi, bircə o bir konkret faktı, başqa heç bir vəkil orada konkret heç nə demədi. Biz vəkillər də əgər qorumasaq haqqımızı, baş prokuror da bağıracaq, o mənim üstümə çığırır, sizin üstünüzə rayon prokuroru çığıracaq, sabah müstəntiq də çığıracaqdır. Amma buradan bir daha deyirəm. Dilin uzun olması üçün, haqqını müdafiə etməyin üçün, məni kimi inadkar olmaq üçün özün təmiz olmalısan. Bunlar məni prokurorluq, mənim 68 yaşımda məndən dəllal düzəltmək istəyirlər ki, mən pul alım, aparım, pul verim, oradan da mənə faiz versinlər, mən bu cür evimə çörək pul aparım, mən belə çörək pul aparmamışım. Mən vəkilliyi də ləyaqətlə eləmişim və bu cür eləyəsiyəm. Mənim bir daha deyirəm, hamınıza da deyəcəyim odur. Mən dövlətimə inanıram, onun prezidentinə inanıram. Ona görə mənim üçün baş prokuror olmur, kim olur olsun. Düzəmsə də qorxacağım yoxdur. Və baş prokuror Kamran Əliyevlə də qorxacağım yoxdur. Əgər o mənim üstümə elə səsini qaldırmasa, mənlə uşaq kimi rəftar eləməsə, mən bu günlərim çıxıb belə danışmazdım. Amma bilin ki, danışacağım 10 qatı var. Mən də onu deyirəm, eləyəcəm. Heç yandan da çəkinən deyiləm. Amma bugünkü zamanda mən onsuz da gərgin olan vəziyyəti daha da gərginləşdirmək fikrim yox. Mən bir daha hamınıza bir şey deyirəm. Əgər baş prokuror və prokurorluq orqanları yerində olsa, bugün gördüyümüz qanunsuzluğun əksəriyyəti ortadan qaldırırlar. Hamısının başında duran məhz prokurorluqdur. Bir üzr istəyirəm, mən çox qısa deyirdim, yenə yarım saatı keçdim. Bugün dələduzluq, ölkənin yarısı dələduzluqdan əziyyət çəkir. Bunu deyilən prokurorluqdur. Ona görə ki, vaxtı ilə Ramil Usubovla Zakir Qaralov özlərinə yem yeri düzəltdilər. Qanun deyir ki, bu dələduzluqla bağlı cinayət işinin istintaqını polis aparmalıdır. Prokuror oraya ancaq prosesual deyək, nəzarət eləyə bilər. Amma bugün vəziyyət necədir? Dələduzluq eləyirlər, gedib polislə prokurorun pulunu verirlər, qutarır. Əvvəl bir yerə vermək lazım idisə, indi gərək polisə də verəsən, prokurorluğa da verəsən ki, o dələduzluq işi qutara. Mən bunu bir dəfə səhifədən demişəm. O dələduzluq işi üzrə, yəni o ziyana düşən, oradan pulunun qayıtmağını istəyirsə də ən azı yarısını gedib bölüşdürməlidir ki, bu sizin qalanını mənə qaytarır, sonra da 10 dəfə sizə sağ ol deyəcəm. Mən bunu eləyə bilmədiyimə görə, məni bax, hasıl şeydən gedəndə müştərilərin əksəriyyəti deyirlər ki, aslında mənim prokurorluğun, mənim polisin, başqa orqanların sizə münasibəti pisdir, qorxulur, işimiz daha da pis olur. İşiniz pis olmayacaq, ona əmin olun. Mən ləyaqətlə sizi qorumağa həmişə bacaracaq. Ona görə bir daha hamınıza təşəkkür edirəm. Məni dinlədiniz. Maksimum bunu paylaşmanızı xahiş edirəm. Rəylərdə fikrinizi bildirin. Qanunsuzluğun qurbanları olanlar rəylərdə yazsınlar fikirlərini. Ki bunu hamı bilsin. Mən sizə əmin edirəm. Bugün yenə deyirəm. Hamı elə bilir ki, bunu prezident də hər şey bilir. Prezident aparatı rəhbər də bilir. Bu sahəyə cavabdeh olanlar da bilir. Əksəriyyəti heç kim heç yerə heç çatdırmır. Ona görə ki, hamısı kiçik oliqarxlardır. Hamısının öz biznesi, çirkili işləri var. Biri digərinə himayə edir. Ki, gedib mən onun büyün ayağını bastalayaram. O mənim haqqımda gedib mənim elədiyim eybəcərlikləri deyər. Mənim qorxacağım heç nə yoxdur, başqalarından fərqli olaraq. Bir daha hamınıza təşəkkür edirəm. Bu işdə maksimum mənə sosial şəbəkədə dəstək olmanızı xahiş edirəm. Sağ olun.